birinci növbədə öz cinsi infeksiyalarını müalicə elətdirməlidirlər. Cinsi infeksiyaları olan şəxslərin də əksəriyyətində xroniki prostatit olur. Çünki bu infeksiya prostatit yaradır. Prostatit düzdür, başqa səbəblərdən də yaranır. Amma infeksiya özü də bu işi ağırlaşdırır və onun baş verməsini sürətləndirir. Və xroniki prostatitlər də çox hallarda cinsi zəifliyin yaranmasının əsas səbəblərindən biri olur. Bəzən bir adamda cinsi zəiflik 4-5 səbəb yaradır. İnfeksiyası var, prostatiti var, nə bilim mən, oradan elə bir ki, bunun şəkərə meyilliyi var, qalxana bənzər vəzində problem var, qadın hormonunda artım var, qaraciyərində piylənmə var. Yəni, bu saydığım faktorların hamısı cinsi zəiflik yaradan problemlərdir. Sonra yadıma çıxdı, davleniyası var. Yəni, belə şeylər olan, yəni, arterial təzyiqi yuxarı olan şəxslərdən söhbət gedir. Yəni, belə problemləri olan şəxslər çalışırlar ki, yəni, nəsə bir fövqəladə bir dərmanla, sehirli bir dərmanla hər şeyi həll eləsinlər. Belə şey yoxdur həyatda. Ancaq sizə təqdim olunur Viagra tipli dərmanlar, onlar da ümumiyyətlə cinsi funksiyanı artırmır. Sadəcə damar genişləndirici kimi təsir göstərir, müvəqqəti. Və orada asıllıq yaradır, yəni zaman keçdikcə daha çox ehtiyac olunur və bir müddətdən sonra ümumiyyətlə o da təsir eləmir. Yəni, bu belə bir şeydir. Ona görə aldanmayın belə şeylərə. Yəni, tez bazar olsun, həvəsim güclənsin, belə şeylərə aldanmayın. Əgər probleminiz varsa, ona şuurlu yanaşın, onu çalışın, kökündən araşdırasınız və aradan qaldırasınız. Biraz səbirlə, yəni biraz səbirlə eləmək lazımdır bunu. Çox insanlar tələsir, tez